Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump Suriyanın Golan Tepələrini İsrail ərazisi kimi tanımaq niyyətindədir. O, özünün Twitter hesabında qeyd edib ki, ABŞ-ın İsrailin suverenliyini Golan Təpələri ilə birgə tanımaq vaxtı artıq çatıb. Trumpın sözlərinə görə qərar İsrail dövlətçiliyinin təhlükəsizliyi və yaxın şərqdə sabitliyi baxımından son dərəcə önəmlidir. Trumpın Golan Təpələrini İsrail torpağı kimi tanınması ilə bağlı ilk müjdəni İsrailin baş naziri Benjamin Netanyahu'ya dövlət katibi Mike Pompeo verib. Netanyahu Trumpın bu jestindən son dərəcə məmnundur. Thank you, America. Thank you. Əslində Golan və ya Golan təpələri kimi qeyd olunan ərazilərin işğalı elə də qədim tarixə söykənmir. İsrail Suriyanın cənub-qərb ərazilərini 1967-ci ildə baş vermiş 6 günlük müharibə zamanı işğal edib. Ərazidə zəngin su mənbələrinin olması İsrail üçün vazkeçilməzdir. Üstəlik Golan təpələri İsrail üçün strateji əhəmiyyətə malikdir. Çünki Suriyanın paytaxtı Dəməşq bu ərazilərdən cəmi onlarla kilometr aralıda yerləşir. Elə bu səbəbdən də İsrail 1981-ci ildə Golan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. Elə Birləşmiş Ştatlar da İsrail ilə sıx əlaqələrə baxmayaraq əvvəllər Təl-Əvivin bu ərazilər üzərində suverenliyini qəbul etməyib. Hətta vəziyyət o həddə çatıb ki, Təl-Əvivin Golan təpələri üzərində suverenliyini elan etməsi iki ölkə arasında Sovet təhlükəsinə qarşı birgə mübarizələr və Amerikanın İsrailə hərbi yardımı ilə bağlı anlaşmaları da təhlükə altına alıb. Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatlarında da Golan təpələri İsrail tərəfindən işğal olunmuş torpaqlar kimi qeyd olunurdu. Lakin 2018-ci ildə növbəti belə bir hesabatda İsrailin işğalı altında olan Golan təpələri cümləsi İsrailin nəzarəti altında olan cümləsi ilə əvəzləndi və bu artıq həmin ərazilərin ABŞ tərəfindən Yəhudi dövlətinin torpağı kimi tanınacağına bir işarə idi. Trump Golan təpələrinin statusunu dəyişməyə cəhd etməklə beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin qınaq obyektinə çevrildi. Onun açıqlamalarına ilk reaksiya Türkiyədən gəldi. Amerika Başkanı Trump'ın Golan tepeleri ile ilgili talihsiz açıklaması bölgeyi yeni bir krizin, yeni bir gerilimin eşiğine getirmiştir. Türkiye'nin ve İslam İşbirliği Teşkilatı'nın böyle hassas bir meselede sessiz kalması, emrivakilere boyun eğmesi düşünülemez. Golan tepelerinin işgalinin meşrulaştırılmasına asla izin veremeyiz. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə əmindir ki, Trumpın qərarı yaxın şərqdə onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirəcək. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova isə bəyan edib ki, Rusiya Golan təpələrini BMT-nin mövqeyinə uyğun olaraq Suriyanın ərazisi hesab edir. Təhlükəsizlik Şurasını heçə sayaraq Golan təpələrinin statusunun dəyişdirilməsi BMT-nin qərarlarının kobud şəkildə pozulması deməkdir. Amerika prezidentinin açıqlamaları Vaşinqtonun növbəti dəfə beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və sülh qarşılığında torpaq prinsiplərinə etinasız yanaşdığını göstərir. Statın sonu. İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də hesab edir ki, Vaşinqton administrasiyasının qərarı yaxın şərqdə yeni toqquşmalara gətirib çıxaracaq. Suriyanın Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunub ki, Trumpın bəyanatı məsuliyyətsiz bir açıqlamadır. Suriya öz ərazilərinin azad edilməsi prinsipinə sadiqdir. Bu torpaqlar İsrailə güzəştə gedilməyəcək. BMT, Avropa Birliyi, Ərəb Ölkələri Liqası, Fransa və Almaniyada Golan təpələrini bundan sonra da Suriya torpağı kimi tanıyacağını bəyan edir. Əslində Trumpın açıqlamaları daha çox Suriyanın ərazi bütövlüyünün qarant ölkələri olan Türkiyə, Rusiya və İranı qıcıqlandırır. Çünki Moskva Suriya münaqişəsində Dəməşq hakimiyyətinə dəstək olmaqla Ərəb Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına görə məsuliyyət daşıyır. Golan təpələri 52 il əvvəl işğal olunsa da Kreml üçün tarixin elə bir önəmi yoxdur. İran da İsrail torpaqlarının daha da genişlənməsinə göz yummaq niyyətində deyil. Necə də olsa İsrail və İran əzəli düşmən ölkələrdir və onlar bir-birlərini yer üzündən siləcəkləri ilə hədələyirlər. Türkiyəyə gəlincə, Suriyanın ərazi bütövlüyünün qorunması Ankara üçün prioritet olmaqla yanaşı, bu ölkə vaxtilə Golan təpələrinin Suriyaya qaytarılmasına çalışıb. Hətta Türkiyə Təl-Əviv ilə Dəməşq arasında vasitəçilik missiyasına da başlamışdı ki, 2008-ci ildə İsrailin Fələstini bombalaması danışıqları yaramsız qoydu. Üstəlik İsrailin o zamanki prezidenti Şimon Peres əməliyyatdan əvvəl Türkiyə səfəri zamanı planlaşdırılan bombardman barədə Ankaranı məlumatlandırmamışdı. Həmin dövrdə Türkiyənin baş naziri postunu tutan Erdoğana görə bu vicdansızlıq idi. Sen Türkiye'ye gel, bizimle İsrail Suriye'nin 5. raundunu görüş.
Hiç bu konularla ilgili bize bir şey bahsetme. 4 gün sonra git orada bombardımana başla. Böyle vicdansızlık olur mu? Türkiyənin bombardmanı dayandırma çağrışına İsrailin məhəl qoymaması, onu heçə sayması Türkiyə rəsmilərinin səbrini daşırdı və bu barıt şəlləyi Davosda patladı. What would you do if it would happen in Istanbul every night? 10 rockets or 100 rockets? Sayın Perez, benden yaşlısın. Sesin çok yüksek çıkıyor. Biliyorum ki sesinin bu kadar çok yüksek çıkması bir suçluluk psikolojisinin gereğidir. Benim sesim bu kadar yüksek çıkmayacak. Bunu da böyle bilesin. Öldürmeye gelince siz öldürmeyi çok iyi bilirsiniz. Plajlardaki çocukları nasıl öldürdüğünüzü, nasıl vurduğunuzu çok iyi biliyorum. Ülkenizde başbakanlık yapmış olan 2 kişinin bana önemli lafları vardır. Tankların üzerinde Filistin'e girdiğim zaman kendimi bir başka mutlu addediyorum diyen başbakanlarınız vardır. Türkiyə ilə İsrail arasında münasibətlər geriləndən sonra başqa heç bir dövlət Qolan təpələri ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmədi. Suriya münaqişəsi isə həmin əraziləri az qala unutdurdu. Sözsüz, Amerika rəhbərliyinin həmin torpaqları indi İsrailin bir hissəsi kimi tanımaq təşəbbüsü əbəs deyil. Aydın məsələdir ki, Trump yeni qərarı ilə həm Birləşmiş Ştatlarda, həm də İsraildəki proseslərə təsir göstərməyə çalışır. Məsələn, Trump bununla aprelin 9-da İsraildə keçiriləcək parlament seçkilərində Benjamin Netanyahu'ya böyük dəstək vermiş oldu. O, eyni zamanda 2020-ci ildə Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərində Yahudi lobbisini indidən tərəfinə çəkməyə çalışır. Trumpın qərarı ABŞ qoşunlarının Suriyada qalmasına da xidmət edə bilər. Ağ Ev rəhbəri yaxşı bilir ki, Qolan təpələri ilə bağlı məsələni gündəmə gətirməklə İsraili Türkiyə, Rusiya, İran və Ərəb ölkələri ilə qarşı-qarşıya qoyub. Bu yüzdən Vaşinqton Təl-Əvivin təhlükəsizliyini bəhanə edərək qoşunlarını Suriyada saxlamağa çalışacaq. Lakin Ağ Ev rəhbəri unudur ki, torpaqların işğalının qanuniləşdirilməsi digər işğal altında olan torpaqlar üçün prezident ola bilər. Bəxtiyar Fətullayev, həftə sonu üçün.